Salam əziz 5-cilər. Bilirsiniz ki, 5-ci sinif Azərbaycan tarixi ilə bağlı bütün mövzuları izahlı bir şəkildə YouTube-a yükləmişəm. Əvvəlki dərslərə baxıb biliyinizi daha da möhkəmləndirə bilərsiniz. Eyni zamanda növbəti dərsləri sistemli şəkildə izləmək istəyirsinizsə, kanala abunə ola bilərsiniz. Bugünkü mövzumuz Atabəy Şəmsəddin Eldəniz olacaq. Sizə tövsiyəm odur ki, mövzunu tam mənimsəyəndən sonra gündəlik testləri işləyəsiniz. Mən link paylaşacağım sizin üçün. O linka daxil olub bu mövzu ilə bağlı 15-20 sualdan ibarət testi işləyərsiniz. Keçək mövzumuza. Bugünkü mövzumuz həm sadə, həm də çox maraqlı mövzudur. Atabəy Şəmsəddin Eldəniz. Dərsin sonunda siz nələri bacarmalısınız? Siz Atabəy Şəmsəddin Eldənizin Azərbaycan tarixində mühüm rol oynamış şəxslərdən biri olduğunu müəyyənləşdirməlisiniz. Eyni zamanda mənbələrə əsasən Şəmsəddin Eldəniz haqqında təqdimatlar hazırlamağı bacarmalısınız. Şəklə baxın. Şəkildə nə görürsünüz? Şəmsəddin Eldəniz qul ikən saraya gəlmişdi, sonra isə dövlət başçısı oldu. Qul, sərkərdə, şəklin son hissəsində isə hakimiyyətə gəlmiş, hökmdar taxtında əyləşmiş bir insan görürsünüz. Görək həqiqətən də qul ikən saraya gələn Şəmsəddin Eldəniz tarixin kölgəsindən günəşinə yüksələ bildimi? Sizcə bir insan qul olub da dövlət başçısına çevrilə bilər? Ya da bu nəyin sayəsində ola bilər? O nə şahzadə idi, nə də varlı, nə şah idi, nə də padşah. O sadəcə bir qul idi. Amma o qədər çalışdı, öyrəndi və ağıllı qərarlar verdi ki, nəticədə Azərbaycanı birləşdirən dövlətin başçısı oldu. Bəs necə? Gəlin bu yolu birlikdə bu dərs vaxtı araşdıraq. Bir anlıq gözlərinizi yumun. 900 il əvvələ gedin. Bu gənc öz taleyi ilə barışmadı. O döyüşməyi, düşünməyi, səbirli olmağı öyrəndi. O saraylarda xidmət etdi. Şahzadələrə Atabəy oldu. Onu hamı ağıllı, ədalətli və qorxmaz biri kimi tanımağa başladı. Sonda isə o, Azərbaycanın böyük bir hissəsini birləşdirdi və Atabəylər dövlətini qurdu. Artıq onu hər kəs tanıyırdı. Həm dövründəki insanlar, həm də indiki insanlar. Çünki o, tarixdə dərin izlər qoymağı bacardı. Bu mövzuda biz Atabəy Şəmsəddin Eldəniz dövləti necə qurdu sualına cavab axtaracağıq. Rəvayətə görə Eldəniz uşaq yaşlarında olarkən Dərbənddəki qul bazarından satın alınmışdı. Burada belə bir qayda var idi. 39 qul alana bir qul hədiyyə edilirdi. 39 qul alan tacirə də 40-cı qul hədiyyə edildi. Bu qul arıq və çəlimsiz bir uşaq idi. Tacir bu hədiyyəni könülsüz qəbul edir. Yay fəsli olduğundan qulları aparan karvan yalnız gecələr hərəkət edir, gündüzlər dincəlirdi. 40-cı qul yol boyu yuxuladığından arabadan 3 dəfə yerə düşmüşdü. 2 dəfə ona tapıb arabaya qoydular. 3-cü dəfə isə tacir onu götürmək istəmirdi. O pulsuz başa gələn arıq və sısqa bir qulun nazı ilə oynamaq fikrində deyildi. Səhər açılanda uşaq yuxudan ayılır. Kərvan artıq yox idi. Arabaların izini tutan uşaq günün qızmarında səhərdən axşama qədər yol gedərək kərvana çatır. Uşağın bu fərasəti taciri heyrətləndirir. Tacir onu İraqdakı Səlcuq sarayına verir. Bu uşaq gələcəkdə böyük bir dövlətə hökm edəcək Şəmsəddin Eldəniz idi. Şəmsəddin Eldəniz Qıpçaq əsilli idi. İslam dinini qəbul etmişdi. Sultanın göstərişi ilə Səlcuq sarayında Eldənizin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün xüsusi müəllim ayrılmışdı. Eldənizə elmi biliklər, hərb sənətinin incəlikləri öyrədilmişdi. Tezliklə o, at çapmaqda, qılınc oynatmaqda və ox atmaqda mahir olan bir döyüşçüyə çevrilmişdi. Artıq o çəlimsiz və sısqa quldan əsər əlamət qalmamışdı. Tezliklə Eldəniz bacarığı və sədaqəti ilə sultanın, yəni İraq sultanının rəğbətini qazanır.
Sultan onu oğlu Şahzadə Arslan Şahın Atabəyi təyin edir. Kimlər idi Atabəylər? Səlcuq hökmdarlarının övladlarına müəllimlik edən tərbiyəçilər idi. Atabəy Səlcuqlu şahzadələrinin tərbiyəçiləri idi. Amma bu Atabəy vəzifəsinə hər adamı seçmirdilər. Xüsusi istedadı və qabiliyyəti olanları. Hər bir Atabəy öz şahzadəsinə sədaqətlə xidmət edir, onun haqlarını qoruyurdu. Sultanın ölümündən sonra Sultanın hakimiyyətə gələn qardaşı isə Aranı Eldənizə hədiyyə elədi. Yəni Azərbaycanın bir hissəsini Eldənizə hədiyyə elədi. Eldəniz ona hədiyyə olunan torpaqlarda 1136-cı ildə Naxçıvan şəhərini mərkəz seçərək dövlət yaratdı. Dövlətin adı isə belə adlanırdı: Atabəylər dövləti. Onun qurucusu Şəmsəddin Eldəniz idi. Uşaqlar, burada nəyə fikir veririk? Şəmsəddin Eldəniz Arslan Şahın Atabəyi vəzifəsində qalırdı. Eyni zamanda isə özünə dövlət yaratmışdı. Atabəy Eldənizin tərbiyə etdiyi Arslan Şah hakimiyyətə gəlir. Arslan Şah hakimiyyətə gəldiyinə görə Eldənizin vəzifəsi böyüyür, o da Böyük Atabəy adlanır. Elə bu vaxtdan etibarən demək olar ki, həmin dövləti də öz əlinə keçirdib idarə edir. Bir gün Arslan Şahın əhval-ruhiyyəsi çox yaxşı idi. O xəzinəsində nə varsa kimə gəldi bağışlayırdı. Eldəniz bunu eşidən kimi sultanın bağışladıqlarının hamısını geri aldı. Sonra özünü sultana tutub dedi: "Pulu ehtiyacın xaricində işlərə xərcləmə. Lazımsız yerə pul xərcləsən, lazımsız yerə pul toplamaq məcburiyyətində qalarsan və bu zaman da xalqa zülm etmiş olarsan." Şəmsəddin Eldəniz bununla sultana demək istəmişdi ki, dövlət xəzinəsini boş yerə dağıtmaq və onun xərclərini xalqın üzərinə qoymaq olmaz. Onun şəxsiyyəti ilə bağlı maraqlı məlumatlar var. Ədalətli davranışına, qazandığı parlaq qələbələrə görə Eldənizə Şəmsəddin titulu verilmişdi. Yəni dinin günəşi. Ərəb dilində şəms günəş deməkdir. Yadda saxlayın, qəmərdə ay deməkdir. Onun hakimiyyəti dövründə yadelli basqınların qarşısı alınmışdı. O, Şirvanşahlar dövlətini də asılı hala salıb Dərbəndi birləşdirmişdi. Biz nə öyrənmişdik Sacilər mövzusundan? Şirvanşahlar dövlətini asılı hala salan, onu tabe edən Azərbaycanı vahid dövlətdə birləşdirirdi. Çünki şimal və cənub bir dövlətin tərkibində olarsa, vahid dövlət yaranmış olur. Eldəniz isə hakimiyyətini ta İran körfəzinə qədər yaya bilmişdi. Onun dövlətinin əraziləri Dərbənddən İran körfəzinə qədər torpaqları əhatə edirdi. Amma ilk dəfə Azərbaycanı vahid dövlətdə birləşdirən şəxsiyyət Yusif Sacıoğlu. Növbəti dəfə bunu edən Eldəniz. Onların həm də bir oxşar cəhəti var ki, hər ikisi Şirvanşahlar dövlətini tabe etmişdilər. Atabəy zəhmətkeş və çalışqan idi. Ömrünün son 10-15 ilini at üstündə səfərlərdə keçirmiş, dövlətini bütün təhlükələrdən qorumuşdu. Verdiyi sözlərə sadiq qalması ilə fərqlənən Atabəy ətrafına da sədaqətli və ləyaqətli adamları toplamışdı. İradəli və qətiyyətli idi. Bir qərar verirdisə, onu hökmən yerinə yetirirdi. Lakin səbirli və tədbirli olduğundan heç vaxt tələsik qərarlar verməzdi. Bu onun nüfuzunu daha da artırırdı. Güclü yaddaşa malik olması da Atabəyin üstün keyfiyyətlərindən biri idi. O heç bir hadisəni unutmur, özünə qarşı çıxanları da yadda saxlayırdı. Atabəyin dövründə siyasi sabitlik iqtisadiyyatın yüksəlişinə səbəb oldu. Əhalinin güzəranı yaxşılaşdı, ölkədə mədəniyyət də inkişaf etdi. Bu dövrdə məşhur şairlər, alimlər, memarlar yetişdi. Dahi şair Nizami Gəncəvinin yaradıcılığının xeyli hissəsi Atabəylər dövrünə təsadüf edir. Naxçıvan Memarlıq Məktəbinin əsasını qoyan Memar Əcəmi də bu dövrdə fəaliyyət göstərib çoxlu memarlıq abidələri yaratmışdı.
Onlardan bəziləri dövrümüzə qədər gəlib çatmışdı. Hansı ki, Möminə Xatun türbəsi və Yusif ibn Küseyr türbəsini biz kitabda görə bilirik. Şəmsəddin Eldəniz oğlanlarını güclü dövlət miras qoymuşdu. Hətta onun oğlanları dövləti daha da gücləndirmişdilər. Kiçik oğlu Qızıl Arslan isə sultan titulunu qəbul etmişdi. Lakin Eldənizin nəvələri isə babalarının yolunu gedə bilmədilər. Dövlət zəiflədi və süqut etdi. Müəllimlər dərs zamanı sizə belə qruplarla iş verə bilər. Baxın, Şəmsəddin Eldənizin dövründə mədəni və iqtisadi sahədə olan yeniliklərdən təqdimat hazırlamaq, yürüşləri əks etdirən təqdimat hazırlamaq ya da idarəçiliyə dair. Biz isə gəlin tapşırıqları bir yerdə edək. Atabəylər Səlcuq şahzadələrinin müəllimləri və himayəçiləri idi. Bəli, tərbiyəçiləri idi. Şəmsəddin Eldəniz heç vaxt İslamı qəbul etməmişdi, səhvdir. Atabəylər dövründə mədəniyyət, memarlıq tənəzzül etmişdi, xeyr, inkişaf etmişdi. Eldəniz Atabəy olmamışdan əvvəl Qıpçaq əsirli bir qul idi, bəli. Naxçıvan memarlıq məktəbi bu dövrdə formalaşıb, bəli. Atabəylər kimləri idi? Hansı vəzifəni daşıyırdılar? Yəni ki, onlar Səlcuq şahzadələrinin atabəyləri idilər və şahzadələr üçün onlara xidmət edirdilər, onlara sadiq qalırdılar. Şəmsəddin Eldənizin ilk vəzifəsi nə idi? Ölkədə sabitlik yaratmaq, xalq qeydinə qalmaq, düşmənləri hücumlarının qarşısını almaq. Onun hansı döyüş bacarıqları inkişaf etmişdi? Yəqin ki, bunu artıq kitabdan özünüz tapa biləcəksiniz. Hansı xüsusiyyətləri onu nüfuzlu hökmdara çevirmişdi? Təbii ki, səbirli olmağı, iradəli olmağı və s. Bu dövrdə hansı məşhur memar və şair yaşayıb? Nizami Gəncəvi və Memar Əcəmi. Verilmiş hadisələri doğru sıraya düzün. Hansı burada daha əvvəl gələ bilər? Eldənizin İslamını qəbul etməsi, Atabəy elan olunması, Dərbəndi və Şirvanşahları birləşdirməsi. Yox, Eldənizlər dövlətini yaratsın, sonra Dərbəndi və Şirvanşahları birləşdirsin. Sonra onun oğlunun sultan titulunu qəbul etməsi, sonra isə nəvələrinin dövründə dövlətin zəifləməsi. Ümumiləşdirmə və nəticəyə baxaq. Sizcə Eldənizin hansı xüsusiyyəti onu karvana çatmasına kömək etdi? Təbii ki, onun iradəli olması, qəti fikirli olması, zəhmətkeş olması. Sizcə mədəniyyətin inkişafına hansı amillər təsir göstərər? Güclü iqtisadiyyat, müharibənin olmaması, elm və incəsənətin inkişafına təsir edər. Nə üçün Atabəy Eldəniz Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətlərdən biri oldu? Çünki o qul ikən saraya gəldi və uğur pillələrini bir-bir addımlayıb, hətta dövlət yaratdı. Bu da qrup qiymətləndirməsidir, əsasən müəllimlərə aid olan hissədir. Uşaqlar, ümid edirəm ki, dərsi tam mənimsəyə bildiniz. Eldəniz haqqında məlumatlarınız formalaşdı. Daha çox kütləyə çatmağım üçün videoları paylaşsaz, gözəl-gözəl rəylər yazsaz, çox sevinərəm. Eyni zamanda Google formları da işləməyi sizə məsləhət görürəm. Gələn dərslərdə görüşərik.